Hamıya salam. Bugün real biznes hakkında heç nəyi abartmadan və heç nəyi kiçiltmədən olduğu kimi məlumat videosu çəkəcəm. Real biznes insanların yatırımlı və yatırımsız formada pul qazanması üçün istifadəyə verilmiş bir şirkətdir. Yatırımsız dedikdə qulağa xoş gəlsə də, yatırımsız formada qazanc düzünü desək çox azdır. Bunu daha dəqiq irəliləyən dəqiqələrdə başa salacağım. Öncəliklə insanlarda sual yaranır ki, bu şirkət uzunömürlüdür yoxsa yox? Sayta daxil olduqda aşağıda aktiv oyuncuların 405 mindən çox, Telegram qrupunun 115 mindən çox, istifadəçilər tərəfindən çıxarılan vəsaitin isə 1 milyon 860 min dollardan çox olduğunu görürük. Uzunömürlü sualına isə cavabımız real biznesin gələcək planına 2025 may ayında şəhərin daha da böyüdülməsi, trade sisteminin oyuna gəlməsi ilə bağlı planını görürük. 2026-nın yanvar ayında isə şəhərin 3D formaya çevrildiyini görürük. Daha doğrusu bunlar bir plandır. Lakin bunların bir blöf yoxsa həqiqətən də olacağını biz bilmirik. Əgər həqiqətən olacaqsa, bu ən azı 2026 yanvara qədər davam etdiyi üçün biz yatırımlı formada da, yatırımsız formada da xeyrə düşürük. Gəlin sizə qeydiyyatı başa salın. Qeydiyyata daxil oluruq. Bura biz istifadəçi adı yazırıq. Məsələn, tutaq ki, deyilik Tahir. Tahir olmasa, yəni əgər belə bir istifadəçi adı mövcuddursa, Tahir 123 nöqtə belə bir şeylər yazın. Gmail yerinə öz gmailinizi, şifrə və şifrəni təkrarını isə artıq özünüz edirsiniz. Gördüyünüz kimi öz şəhərimə daxil oldum. Şəhərimdə düzdür, bina azdır, amma gələcək aylarda, gələcək həftələrdə bunları təbii ki çoxaldacağam. Siz qeydiyyatdan keçdikdə sizə bu kafeni pulsuz verəcək. Telegram qrupuna qoşulduqda isə bu ağacı sizə pulsuz verəcək. Gəlin bunların qazancı barəsində sizə məlumat verim. Buradan marketə daxil oluruq. Bu bir kampanyaydı. 2 saata bitir, amma ona görə bunun üstündə danışmayacağım. Gördüyünüz kimi hədiyyənin biri bu ağacdır. Bunlar təbii ki yatırımsız qazancdır. Ətraflıya basanda bizə gəlirini görürük. Bir gündə 2 sent, həftədə 15 sent, ayda 65 sent və il ərzində bu ağacdan 7 dollar 78 sent. Və kafeyə baxırıq. Gündə 6 sent, həftədə 41 sent, ayda 1 dollar 77 sent, ildə isə 21 dollar 25 sent. Yəni ki, ağacı və kafenin gəlirini topladıqda yatırımsız şəkildə ayda 2 dollardan çox qazanmaq mümkündür. Lakin çıxarış minimum 5 dollardır. Real biznes saytında pul qazanmağın məqsədi, məsəl üçün, deyək ki, 10 dollarlıq bina siz alırsınız, aylıq 3 dollar 60 sent qazanırsınız. Bu 3 ay və ya 4 ay davam eləmir. Bir dəfə aldıqsa, qalıcı olaraq hər ay sizə bu məbləği verir. Təkcə problem sizin buna, bu saytın uzun ömürlü olub olmamasına güvənməyinizdir. Ən bahalı bina 2000 dollardır. Düzdür, indi 15% endirimdədir, amma 2 saat sonra endirim bitəcək. 2000 dollarlıq bina ayda qazandırır 881 dollar 28 sent. Yəni ki, 2 ay yarıma bu bina öz pulunu çıxardır. Yəni ki, 2000 dollar geri qaytarılır. Qalan aylar isə 881 dollar sizə əlavə gəlir kimi gəlir. Bugünlük məlumat bu qədər idi. Əgər bəyənsəniz, sizə depozit və çıxarışın da necə edildiyini başa salaram. Yorumlara buraxdığım link vasitəsilə real biznesdən qeydiyyata keçib özünüz də baxa bilərsiniz. Sağ olun.